Salam aleyküm, hardayam? Deməli, hökməli arxasından qalxdın, düz məktəbin, bağçanın yanındayım. Bir dənə qəşəng, bir dənə yox, iki dənə çıxıb. 3 otaqlı, bir evdən tanışam. Bu evdəki təzə satmışam. Köçüblər. Tam hazırdır onun evi. Bu da tam hazırdır. Qiymət əla qiymətdir. Splaşının yuxarısını kəmərdir. Həyətin rahatlıqdan maşın daxil olur, plus artıq yerində qalır. Çöldə hamam sanuzel üçün yer də düzəldilib. Padvalı genişdir. Qabaqdan 5 daş görsənir, amma belə 10 daş kürsüdədir. Padvalına da keçib baxa bilərsiniz. Baxın. Yəni yer olaraq normaldir, məhlədədir. Məktəbin bağçanın düz yanındadır. 156-155 bir addımlığından keçir. Yəni evin içərisində təmiri çox gözəldir, qiyməti hamısından gözəldir. Yəni bir dənə evdən oxuş tanış olar. Yəni bu qiymətə görə, bu keyfiyyətdə, yəni hər yanı qoşa daşdır. Azalıq ölçüsünə bax, çox böyükdür. Zal çox genişdir. Bir dənə qəşəng bunun üstü rast deyirsən, aboyları bax, açıq aboylardır, girən kimi adam ürəyəsidir. Qiymət əsas məsələ. Masallı, yadında saxla, 44.000 manata. Xocu sənin, düz gedəndə xocu sənin də yol gedir. Kombi xətləri atılıb. Burada da hamam, sanuzeldir. Demək olar ki, o da hazırdır. Buradan da gəldi. Bir dənə burada yataq otağı. Ölçülər yaxşıdır. Bu qiymətə görə belə bir ev tapmaq, kəmərli ev tapmaq çox çətin məsələdir. Yəni, əldə arxasında da eviniz var. Yəni, onun qiyməti amma bu proyektdə biraz bundan balacadır. Əgər bütün azdırsa, onun da qiyməti 38.500 manatdır. Valla dəyər. Bugünkü gündə 3 otaqlı evi heç ki başa gətirə bilmir. İndi onun da videosunu çəkəcəm. Yəni, yerinə görə dəyər qiymətdir. Yəni, hər gün beləncə normal evlər çıxmır. Yəni, o çıxardan kimi elə bir günə satdım. Yəni, sənin də fikrin varsa, tələs. Sonradan gəldiniz, dedim, satılıb. Amma bu fakt var hal-hazırda. 2 dənə evdir. Qohumsuzsa, tanışsızsa, 2 dənəsiz normal endirim eləmək olar. İkisini bir yerdə alırsınız. Yəni, əlaqə saxlayın. Burada mərkəzi kanalizasiya, qaz, işıq, su, yaşayış üçün hər şey mövcuddur. Yəni, çıxdın, hər şey poliklinikadır, bələdiyyədir, kəsir, hər şey var da yanında yaşayış üçün. Sıx yaşayışın için, yəni çöllüyat deyil də. Gəlin inşallah özünə baxarsınız. Kuruqdan bura maşınla 1 dəqiqəlik yoldur. Əlaqə saxlayın, yoluna qoyarım, sağ olun.